Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Növbəti günün sualıdır. Bilirsiniz ki, biz hər gün YouTube-da MİQ sualları paylaşırıq və növbəti günün sualı MİQ sualının izahını verəcəm. Sualda qeyd olunur ki, müəllim şagirdlərə tapşırıq verir. Kənd təsərrüfatı məhsuldarlığını araşdırsınlar və kənd təsərrüfatına iqlimin təsirini müəyyənləşdirib diaqramla təsvir edin. Aşağıda da bizə meyar verilir ki, iqlimin təsərrüfata təsiri, məhsuldarlıqla iqlimin əlaqəsi. Tapşırığa əsasən inteqrasiyanın növünü müəyyən edin. Müəllimlər onu qeyd edim ki, inteqrasiyanın növünü müəyyən etməmişdən əvvəl siz YouTube kanalımıza abunə olun və həmçinin bizim dərslərimizdən faydalanmaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. İndi situasiyada görürük ki, bizə meyarda verilib, bizdən inteqrasiyanın növünü soruşur. Kənd təsərrüfatı məhsuldarlığını araşdırırlar. Kənd təsərrüfatının iqlimə təsirini müəyyənləşdirib diaqramla təsvir edin. Müəllimlər, ümumiyyətlə diaqram, sxem, cədvəl görəndə biz inteqrasiya kimi burada götürə bilirik fənlər arası inteqrasiya. Niyə fənlər arası inteqrasiya? Ona görə ki, diaqram, cədvəl riyaziyyatla əlaqəli olan bir inteqrasiyadır. Biz burada mütləq fənlər arası inteqrasiya götürürük. Biri bu olur. Sonra iqlimin təsiri, iqlim mövzusu, yəni bu ixtisasa uyğun olan situasiyalarda bilirsiniz ki, ixtisas müəllimlərinə ixtisasa uyğun olaraq situasiyalar düşür, hər ixtisas müəlliminə. Hər müəllim də öz məzmun xəttini bilməlidir və biz də bu köhnə qaydaya əsasən, köhnə coğrafiyanın məzmun xəttinə əsaslanan bir sualdır. Yəni bu ilki yayda MİQ-də istifadə olunmuş sualdır. Bilirik ki, coğrafiyanın da məzmun xətti təbiət, coğrafi məkan, təbiət, cəmiyyət məzmun xəttidir. Kənd təsərrüfatı cəmiyyət, iqlim isə təbiət məzmun xəttinə aid olduğu üçün burada fəndaxili də var. Fəndaxilinin hətta üfüqi inteqrasiyası, çünki məzmun xəttləri arasında olan inteqrasiyadır. Ona görə sualın doğru cavabı fəndaxili və fənlər arası inteqrasiyadır. A bəndi. Sağ olun müəllimlər, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.